Bəli, Rumaniyadakı insident bir PUA-nın qəzaya uğraması ilə yanaşı Berlin və bütövlükdə NATO üçün çox ciddi bir siqnaldır. Elə buna görə də Almaniya rəhbərliyi hadisəyə dərhal və olduqca sərt reaksiya verdi. Kansler Friedrich Merz özünün X sosial şəbəkəsindəki rəsmi bəyanatında baş verənləri Rusiyanın eskalasiya istəyi kimi qiymətləndirdi. Kansler açıq şəkildə bildirdi ki, Almaniya NATO'nun şərq cinahını qorumağa tam hazırdır və müttəfiqi Rumıniyanın yanındadır. Merz həmçinin vurğuladı ki, bu hadisə alyansın şərq sərhədlərində hərbi mövcudluğunun daha da gücləndirilməsinin vacibliyini bir daha sübut eləyir. Xarici İşlər Naziri Johan Vadeful da X platformasındakı paylaşımında bu hadisəni kollektiv təhlükəsizlik, deməli, təhlükəsizliyinə birbaşa təhdid adlandırdı. Nazirin sözlərinə görə baş verənlər Avropanın müdafiəsini və Ukraynaya hərbi dəstəyini artırmağın nə qədər prioritet olduğunu göstərir. İndi isə gəlin məsələnin siyasi və strateji tərəfinə nəzər salaq. Almaniyalı ekspertlər və siyasi şərhçilər bu hadisəni təsadüfi hesab etmirlər. Bu NATO'nun xüsusən də Qaradəniz regionunun təhlükəsizlik sisteminin bir növ yoxlanılmasıdır. Rusiya PUA-larının NATO hava məkanına daxil olması ilk dəfə deyil ki, baş verir. Lakin yaşayış binasına zərbə endirilməsi artıq qırmızı xəttin keçilməsi kimi qiymətləndirilir. Berlin başa düşür ki, əgər bu gün Rumuniyaya qarşı adekvat və qətiyyətli addımlar atılmasa, gələcəkdə bu cür insidentlər bütün Şərqi Avropa üçün adi hala çevrilə bilər. Ona görə də hazırda Almaniya siyasi kularlarında əsas müzakirə mövzusu təkcə bəyanatlar vermək deyil, həm də Rumuniya kimi strateji tərəfdaşlara hava hücumundan müdafiə sistemlərinin ötürülməsini sürətləndirməkdir. Bir sözlə bu insident Avropa təhlükəsizliyində yeni bir gərginlik mərhələsinin göstəricisidir. Almaniya rəhbərliyi bəyan edir ki, NATO ərazisinin hər bir qarışı qorunacaq, lakin bunun üçün praktiki addımların hansı sürətlə atılacağını isə zaman göstərəcək. Çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.